Sen bu normal biten ağacı götürüp iç gününe salın. İlham babamız geldi, fontanların içini torpaqla doldurtturdu, bir dənə süpürgə əkdi onun yerinə. Yay aylarını şəhərdə keçirən insanlar üçün mühüm olanlardan biri də parklarda yaşıllıqların təmin edilməsidir. Targovo kimi tanıdığımız Nizami küçəsi də yerlilər və xarici turistlər tərəfindən istirahət üçün gedilən ən məşhur yerlərdəndir. Amma insanların buranın yaşıllıq işlərinə olan münasibəti birmənalı deyil. Belə ki, şəhər sakini Müseyidzadə Mirkamil ağaclara olan qulluqdan narazıdır. Həmsöhbətimizin fikrinə görə parka xaricdən gətirilən ağaclara necə qulluq edilirsə, yerli ağaclara münasibət də eyni cürdür. Bu da ağacların inkişafının qarşısını alır. Həmsöhbətimiz onu da bildirdi ki, ağaclara düzgün qulluq olunmaması şəhər sakinlərinin də istirahətinə mane olur. Allahın yaratdığı bu ağaçlar var. Elə bu ağaçları bir dənə baxsaz elə. Bu ağaçların hamısının qol budağını kəsirlər, günün qabağına çılpaq qoyurlar. Ağaçlar palma kimi bitə bilmir. Bu ağaçlar Afrikada ona görə bitmir ki, bu isti ölkədə bitə bilməz. Bunu qol budağını kəsəndə bunun gövdəsinə gün ki, sərdən axşama kimi 50 dərəcə gün döşür, ağac quruyur onda. Bu yarpaq ona görədir ki, ağacın gövdəsini günün yandırıcı şüasından özünü qorusun. Sulanmır. Xatya bu öz gücünə suyu bir təri havadan alıb yarpaq açır ki, bizə sərinlik versin. O ağacı görsün necə kəsirlər. Ağacı elə kəsirlər ki, palma eləyirlər. Bu yekəlikdə ağacları kəsib uzadırlar. Sonra da deyirlər ki, ağac açdı. Abbalam, bu ağacın qol budağını sən kəsməsən, bu ağac uzunluğa bitməz də. Sən bu normal bitən ağacı götürüb iç gününə salıb, günün qabağına qoyub yandırırsan, qurudusan. Sonra deyirsən ki, ağac qurudu. Bu ağac öz-özünə necə lazımı kimi bitsə, o özü bilir necə bitmə. Milyard illərlə ağaclar bitir. Sənin əlin dəyməmiş bitir ağaçlar. Necə lazımı kimi bitir. Götürüb çinarların qol budağını kəsib palma eləyir. Gündə döşür ya da kaktus kimi. Burada şəkildə məndə var, qoy göstərim. Bu ağacı beləcənə kəsirlər. Ağaçlar qırılıb düşür yer hamısı yolun kənarlarında. Bütün şəhərdə. Ya da ki, ağaçları buna bax, başından kəsir, qardaş. Astanovkaların böyründə buna bax. Astanovka qoyur. Astanovkanın da üstü şüşədən, plasmas şüşədən. İstini elə verir çərib, pişirir adamı. Ölümcülünə, ölümünə. Böyründəki də 10 dənə ağacı dibindən kəsirlər ki, Astanovka qıraqdan keçəndə avtobus görsənsin. Abbalam, heç Astanovkalı ağacın altında kölgədə durmaq rahat olmazmı cəmaata ki, sənin o adamı pişirib yandıran şüşəsinin altında? Onu nə deyəm, ağaçlara fikir verin. Hamısını, bütün şəhərdə parkları kəsib, beləcənə çürüdüb, məhv eləyib, ot bitizdirirlər. Bu otun kölgəsində adam sərinləməyə gəlmir, ağacın kölgəsində sərinləməyə gəlir. Bunu çürüdüb, yandırıb, qurudub, məhv eləyirlər. Deyirlər ki, deməzsənmi, ot bitizdirir. Otun kölgəsində siz oturursunuz, xanım. Günün altında gəlib otun kölgəsində oturursunuz siz. Yox, bunu İngiltərədə gündə 2-3 dəfə yağış yağır. Ora nəmişli, rütubətli ölkədir. Orada sərinlikdir. Ona görə seyrək əkirlər ağaçları, ot bitizdirirlər ki, bürkü olmasın, soyuq olmasın. Bura axı İngiltərə deyil. Bura 50 dərəcə isti olan ölkədir. 10 ildir mən şəkilləri çəkib aynəsə getməkdən, o Ekologiya Nazirliyinə getməkdən heç nə eləyə bilmədim. Hamısı deyir ki, eləyən deyir, bir dənə İlham Əliyevdir deyir bunu elətdirən. Gəncədə Xanbağı deyilən park var. 9 dənə hovuz var idi, parkın içində sərinlik verirdi. İlham babamız gəldi, fontanların içini torpaqla doldurtturdu, bir dənə süpürgə əkdi onun yerinə. İndi həmən o çinarlar ki vardı, fontanın, hovuzun nəmişliyindən qidalanıb bitirdilər, indi quruyurlar. Qalanları da başından kəstirdi.
Hər halda bu şəhər sakinlərindən birinin fikri idi. Yəqin ki, aidiyyatı orqanlar şəhər sakininin bu fikrini nəzərə alacaqlar.